Esselamu Aleyküm değerli şagirdlər. Bu günləri biz sizinlə inşallah bucaq mövzusunun həm izahı ilə, həm də testlərinin izahı ilə tanış olacağıq. Başlayaq bucağın tərifindən. Qeyd edir ki, bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Baxın, burada şüa sözünü sizin diqqətinizə çəkmək istəyirəm. Şüanın əvəzinə bəzən düz xətt də verə bilər, təklif kimi verə bilər sizə. Siz onda bilməlisiniz ki, o yanlışdır. Yəni bir nöqtədən çıxan iki düz xəttin əmələ gətirdiyi fiqur deyil bucaq. Mütləq şəkildə qeyd eləməlisiniz ki, bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqur bucaqdır. Həmin o nöqtə bucağın təpəsidir, həmin o şüalar tərəfləridir və şüalar arasında qalan müstəvi isə bucağın daxili oblastıdır. Növbəti. Bucağın adlandırılması. Biz sizinlə keçmişik. Düz xəttin adlandırılması, şüanın adlandırılması. Orada biz öyrənmişdik ki, adlandırılma necə olur? Ya demişdik ki, bir kiçik hərflə adlandıra bilərsən, ya da ki, iki böyük hərflə adlandıra bilərsən. Burada da bucağın adlandırılmasının müxtəlif üsulları var. Birincisi, hansı ki biz bir nöqtədən iki dənə şüa çıxardırıq. Həmin o nöqtəni biz bilirik ki, nöqtə latın əlifbasının böyük hərflərlə işarə olunur. Həmin o nöqtəni mən bir böyük hərflə işarə eləmişəm və həmin nöqtədən iki dənə şüa keçirtmişəm. Bu o nöqtənin adı nədirsə, bucağın adını həmin adla deyə bilərik. Yəni qeyd edib bucaq A. Burada A-nın qabağındakı işarə bucaq işarəsidir. Bu şəkildə yazılır. Yəni bu o deməkdir ki, bucaq A. Bu birinci ehtimal. İkinci, biz bilirik ki, şüaları biz bir kiçik hərflə adlandıra bilərik. Burada şüalara adı verib. A şüası, B şüası. Və A şüası ilə B şüasının arası, baxın, bu hissə, bax, A ilə B-nin iki dənə bax, bu şüanın arası, bu bizim bucağımızdır. Və adlandıranda nə qoyub? Bucaq AB. Yəni AB bucağı. Bu da adlandırma növlərindən biridir. Və bizim ən çox istifadə elədiyimiz, testlərdə də ən çox görəcəyiniz, burada gördüyünüz kimi nöqtəni bir böyük hərflə işarə eləyib və biz bilirik ki, şüanı adlandıranda biz iki böyük hərflə adlandıra bilirdik. Elə bir bu OA şüasıdır, bu da OB şüasıdır. Hər iki şüanı da iki böyük hərflə adlandırıb və onlar arasında qalan bucaq, bu bucaq. İki cür adlandırma eləyə bilərsən. Ya A-dan başlayırsan, B-yə tərəf gedirsən, ya da B-dən başlayıb A-ya tərəf gedirsən. O, A, B falan demək olmaz. Yəni A, O, B və yaxud da B, O, A. Bu şəkildə biz iki cür bucağı adlandıra bilirik. Ortada yazılan bucaq hansıdırsa, sizə lazım olan odur. Baxın, A, O, B. O-dadır, baxın bucaq. B, O, A. O-dadır bucaq. Yəni buna diqqət eləmək lazımdır. Bu da bucağın adlandırılmasıydı. Bucağın növləri. Bunları artıq siz keçmisiniz. İti bucaq. Bilirsiniz ki, iti bucaq 0 dərəcə ilə 90 dərəcənin arasında bir qiymət alır. 0 ola bilməz, 90 ola bilməz. Düz bucaq tam olaraq 90 dərəcədir. Şəkli bu formadadır. Kör bucaq 90 dərəcə ilə 180 dərəcə arasında bir qiymət alır. Nə 90 ola bilməz, nə 180 ola bilməz. Açıq bucaq 180 dərəcədir. Bir də təzə tanış olacağınız tam bucaq. Tam bucaq isə 360 dərəcədir. Yəni, əgər sizə tam bucaq verilirsə, tam bucaq 360 dərəcədir. Keçək indi testlərimizin izahına. Birinci sualdan başlayıram. Birinci sualda bizə qeyd edir ki, biraz qələmimizi qalınlaşdıraq. Düz bucaq açıq bucağın hansı hissəsini təşkil edir? Biz sizinlə belə bir rahat yol öyrənmişdik ki, həmişə birinci adı çəkiləni yazmaq lazımdır surətə, ikinci adı çəkiləni məxrəcə. Yəni, bir ədəd digər ədədin hansı hissəsidir deyəndə, birinci adı çəkiləni yazacaq surətə, ikinci adı çəkiləni yazacaq məxrəcə. Onda düz bucağın adını birinci çəkdiyi üçün düz bucağı yazıram surətə, açıq bucağın adını ikinci çəkdiyi üçün onda yazıram məxrəcə. Alındı 180-də 90. 180 ilə də 90 elə 90-a ixtisar gedir. Doğru cavab olur 2-də 1. Keçirəm ikinci suala. 20 dərəcəli bucaq açıq bucağın hansı hissəsidir? Birinci adı çəkilən 20 dərəcədir, yazıram surətə. İkinci adı çəkilən bucaq isə açıq bucaqdır, yəni 180 dərəcə, yazıram məxrəcə. 180 ilə 20 ilə 20-yə ixtisar gedir, cavab alacaq 9-da 1. Eləcə də üçüncü sual. Bizə deyir 25 dərəcəli bucaq düz bucağın hansı hissəsidir? 25 dərəcəni yazıram surətə. Düz bucaq dediyi üçün 90 dərəcəni yazıram məxrəcə. 90 və 25 5-ə ixtisar gedir. 90-ı 5-ə bölürəm 18, 25-i 5-ə bölürəm 5. Cavab alınacaq 18-də 5. Baxıram dördüncü suala.
Yadda saxlayaq ki, hər hansısa bir bizə bucaq veriləndə o bucaqdan bir dənə ortasından, təpə nöqtəsindən şüa keçdiyi zaman iç hissəsindən onu 2 dənə bucağa ayırır. Məsələn, burada bir düz bucaq deyilir var. Baxın, bu düz bucağı gəlin çəkək. Bu bizim düz bucağımızdır. Və bizdə qeyd edir ki, bu düz bucağın BD şüası buradan ABD bucağına ayırıb. Baxın, çəkək. A, B, C. Buradan bir şüa çəkirik. BD şüası. Belə bir şey çəkdim. Demək, ABC düz bucaq çəkdim və buradan bir dənə BD şüası çəkdim. Şərtdə yazıb ki, ABC düz bucağından onun 9/5 hissəsini təşkil edən ABD bucağına ayırır. Baxın, yazıb. Düz bucağından onun 9/5 hissəsini təşkil edən ABD. Yəni, ABD-nin neçə dərəcə olduğunu bilmək üçün düz bucağın, yaz baxın, düz bucaqdan onun, nəyin? Düz bucağın 9/5-ini təşkil edən. Demək, düz bucağın 9/5 hissəsini tapmalıyıq. Biz də bilirik ki, ədədin hissəsini taparkən, 3-cü sinifdə keçmişik, ədədin hissəsini taparkən məxrəcə bölürük, surətə vururuq. Yəni, düz bucağın 9/5 hissəsini tapanda 90-ı bölürək 9-a, vururuq 5-ə. Alınacaq 50. Demək ki, sözü gedən ABD bucağı 50 dərəcədir. Bəs haradır ABD? Baxın, gəlin gedək. A, B, D. Demək ki, ABD bucağı deyəndə söhbət buradan gedir. Bura 50 dərəcədir. İzlədim, baxın. A-dan B-yə getdim, B-dən də D-yə getdim. Alındı məndə bu. Demək, bu bucaq 50 dərəcədir. Bizdən hansı bucağı soruşur? D, B, C-ni. Gəlin onu da aparaq. D, B, C. Demək, bizdən D, B, C-ni istəyirsə, bura neçə dərəcə olacaq? Ümumi 90 dərəcə olduğu üçün, burada 50 dərəcə olduğu üçün cavab olacaq 40. Müəllimə, şəkli çəkməyə məcburam? Xeyr. Sən artıq bilirsən ki, özündə, beynində canlandırırsan ki, əgər düz bucaqdan içindən bir dənə şüa keçibsə, onu 2 bucağa ayırıb. Sənə bir bucağı verib digərini soruşur. 90-dan çıxıb digərini tapacaqsan. Yəni, məcbur deyil ki, şəkil çəkəsən. Sadəcə sizin təsəvvürünüzdə tam canlanması üçün, ilk dəfə də belə bir sual gördüyünüz üçün mən sizin üçün şəkil də çəkdim. Amma şəkili çəkmək sizin üçün vacib deyil. Sadəcə mahiyyəti anlayıb həll eləməyiniz kifayətdir. Gəlməsə, eyni taktika ilə 5-cini həll eləyək, amma şəkilsiz. Məsələn, 5-ci sualda yazıb ki, BD şüası ABC açıq bucağından onun 15-ə 4 hissəsini təşkil edən. Demək, açıq bucağından onun 15-ə 4 hissəsi. Açıq bucağımız 180 dərəcədir. Onun 15-ə 4 hissəsini tapanda 180-i bölürəm 15-ə, vururam 4-ə. 180-i 15-ə böləndə 12, 12-ni 4-ə vururuq 48. Demək ki, bizim ABD bucağımız oldu 48. Bizdən digərini soruşur. Baxın, digər bucağı, DBC-ni. Onda demək ki, 180-dən çıxacam 48. Cavab alınır 132. Bitdi. Şəkil kimi də çəkib təbii ki, göstərmək olar, amma şəkil çəkmək şərt deyil. Biz bilirik ki, avtomatik 2 dənə bucaq alınır, birini verib birini soruşur. 180-dən çıxacaqsan, tapacaqsan. Keçək növbəti 6-cı sualımıza. Yadda saxlayın ki, belə bir cümlə görürsünüzsə, biri digərinin hansısa hissəsi. Biri digərinin 5-də 1 hissəsi, biri digərinin 10-da 3 hissəsi, biri digərinin 3-də 2 hissəsi. Yəni, hansı ədəd digər ədədin hansısa bir hissəsidir deyəndə, bayaq bir qayda demişdik. Birinci adı çəkilən surətə, ikinci adı çəkilən məxrəcə. Yəni, biri digərinin 3-də 2 hissəsidirsə, sən dərhal düşünürsən ki, demək ki, biri 2x-dır, biri də 3x-dır ki, alında 3-də 2 hissə. Yəni, surətdə olanı birinə veririk, surətdə nə var? 2. Demək, biri olacaq 2x, məxrəcdə olanı da digərinə veririk. Məxrəcdə nə var? 3. Demək olacaq 3x. Ədədlərimizdən biri oldu 2x, digəri oldu 3x. İndi bizə qeyd eləyir ki, bizim bucağımız neçə dərəcəli bucaqdır? 155 dərəcəli bucaqdır. Demək ki, bu 2x-la bu 3x bizdə birləşdiyi zaman 155 dərəcəli bir bucaq əmələ gələcək. Buradan alınır ki, 5x bərabərdir 155-ə, x də bərabərdir 31-ə. Bizdən həmin bucaqların fərqini istəyir. Bizim bucaqlarımızdan biri 2x idi, biri isə 3x idi. Gətirib x-in yerinə 31 qoysaq, 2x alınacaq bizdə 62, 3x alınacaq bizdə 93.
Bu bucaqların da fərqini tapanda 93-dən çıxıram 62-ni. Doğru cavabımız alınacaq 31. Yəni 6-cı sualımızda doğru cavabımız oldu 31. Keçək 7-ci sualımıza. Mahiyyətini daha yaxşı anlamağınız üçün bunu istəyirəm ki, kiçildim. Əvəzinə isə vərəqim böyüsün və bu şəkli mən vərəqdə daha böyük çəkmək istəyirəm sizin üçün. Sual qalsın burada balaca şəkildə. Vərəqimdə isə böyük şəkildə. Ki, mən üstündə hər şey sizə dəqiqliklə göstərə bilim. Gəlin bucağı çəkək. Gördüyünüz kimi bir kör bucaq var burada. Çəkirəm o kör bucağı səliqəli şəkildə. Bunu düz xət çəkək. Buradan da bunu. Demək, bu oldu bizdə A, B, C, D, Y. Görək nə deyir? Deyir ki, BY şüası 134 dərəcəli ABC bucağını yarıya bölür. Yarıya bölmə deyə bir söz görürsünüzsə, nə edirsiniz? Çəkirsiniz sizdə hansı şüa var, bir də hansı bucaq var. Baxın, fərqli rənglərlə göstərirəm. Hansı şüadı bölən yarıya? BY. Baxın, BY-ni göstərirəm qırmızı ilə. BY. Baxın, bu şüadan söhbət gedir. Bəs hansı şüanı bölüb ABC-ni bölüb? Onu da çəkirəm göylə. Biraz səliqəsiz oldu. Aha. Baxın, bunu da çəkdim göylə. Demək ki, bu qırmızı ilə çəkdiyim, bu göy ilə çəkdiyimi yarıya bölür. Demək ki, baxın, bizim bu hissəmiz, baxın, bu hissəmiz bərabərdir bu hissəmizə. Yəni, yarıya böldüyü hissənin aşağısı və yuxarısı. Bu BY-nin aşağı hissəsi BY-nin yuxarı hissəsinə bərabərdir. Düzdür, şəkildən tam görünmür. Mən də şəkildəki kimi çəkdim, belə alındı. Şəkildən elə görsənir ki, bu bir tərəf göy ilə işarələdiyim daha böyükdür. Amma elə deyil. Şərtdə bizə deyir ki, onlar yarıya bölünüb. Demək, eyni şeydirlər. Yəni, bu qırmızı ilə işarələdiyim hissə ilə, bu göy ilə işarələdiyim hissə eynidir. Yəni, bu bucaqla, baxın, bu bucaqla, bu bucaq bir-birinə bərabərdir. Başqa görək nə bilirik? Biz dedik ki, ümumi bu bucaq 134 dərəcədir. Əgər ümumi bucaq 134 dərəcədirsə və baxın, bu BY gəlib onu yarıya bölübsə, belə çıxır ki, mən 134-ü bölməliyəm yarıya, yəni 2-yə. Bu bizdə alınır 67. Yəni, bizdə buradakı bucaq 67 dərəcəyə bərabərdir. Baxın, bu bucaq. BY-dən aşağıya gedirəm, bu bucaq 67-dir. Təbii ki, BY-dən yuxarıya burada 67-dir. Amma mən də buranı yazmadım. Çünki bunun ortasından bir xət keçir. Həm yazanda səliqəsiz görsənər, həm də məndə hələ ki ona ehtiyac yoxdur. Qabaqda görsəm ki, ehtiyac var, yazacağım. Başqa bizdə nə məlumat var? Deyir ki, DBS 90 dərəcədir. Haradır bu DBS? Gəlin onu da highlighterla göstərək. Biraz nazik highlighterla göstərim. Baxın, DBS. Bura 90 dərəcədir, yəni düz bucaqdır. Əgər bizdə bu hissə 67 dərəcədirsə, ümumi daxil düz bucaq 90 dərəcədir. Onda 90-dan çıxacaqsan 67-ni, tapacaqsan ki, bura 23 dərəcədir. Yəni, bu hissəmiz oldu bizdə 23 dərəcə. Bizə lazımdır DBY, yəni elə bizim tapdığımız hissə. Çünki baxın, DBY-ni istəyir, gəlin highlighterla gedək. Biraz qalınlaşdırıram rəngini, baxın, DBY. Biz elə oranı tapmışıq 23. Yəni, doğru cavabımız olacaq elə 23 dərəcə. 8 onun eynisidir. Gəlin 8-ə də baxaq. 8-ci sualımızın da şəklini gəlin eyni qaydada səliqəli formada çəkək. Yenə də bir dənə kör bucaq çəkirəm. Buradan bir dənə düz bucaq üçün düz xət keçirdək. Və bunu çəkək. Adlandırıram. A, O, B, C, D. Bizə deyir ki, OD şüası 168 dərəcəli AOB-ni yarıya bölür. Baxın, həmin o OD şüasını yenə qırmızılayıram. Bu yarıya bölüb bunu. İndi gəlin 168-i bölək yarıya. 168-i 2-yə bölürəm, alınır 84. Demək ki, bizim bu bucağımız oldu 84.
Təbii ki, əgər bu bucaq 84-dürsə, bunun arxası da 84-dür. Amma yenə də deyirəm, o bizə lazım deyil. Biz onu ona görə yazmayacağıq. Yəni burada 84-dür, amma mən onu yazmayacağam. Və bayaqki kimi yenə də bizim bu bucağımız düz bucaqdır. Şərtdə vurğulayır ki, bu 90 dərəcədir. Əgər bu 90 dərəcədirsə, burada 84-dür, ümumi 90-dırsa, mən bu hissəni tapmaq üçün 90-dan çıxacam 84-dür, cavab alınacaq 6 dərəcə. Yəni COD bucağı 6 dərəcədir. Həqiqətən də gəlin COD-yə baxaq, gözümüz görsün. COD-dir həqiqətən. COD. Gördünüz, həqiqətən də buradır. 6 dərəcə. Demək, doğru cavabımız oldu 6 dərəcə. Keçirəm 9-cu suala. 9-cu sual da bu sualdan da sadəcə onun tərsidir. Yenə də şəkil çəkək sərgəli. Bir kör bucaq çəkirəm. A, O, B, C, D. Bizə deyir ki, COD 38-dir. Gəlin COD-ni tapaq. C, O, D. Yəni, bura 38-dir. Yazaq. Biz bayaqdan eyni şey edirik. Hər dəfə deyirik ki, bizdə bütöv bura 90 dərəcədir. Onda belə çıxır ki, mən 90-dan 38-i çıxsam, taparam ki, bura 52 dərəcədir. Buranın 52 dərəcə olduğunu tapdım. Şərtdə yenə yazıb ki, OD AOB-ni yarıya bölür. Nədir bu OD? Qırmızı ilə göstərək. OD buradır. Demək ki, bura bizdə yarıya bölür. Yəni, bura əgər 52 dərəcədirsə, bütövlükdə bura da 52 dərəcədir. Bizə də ümumi AOB lazımdır. Burada 52, burada 52. Onda ümumi AOB nə qədər olacaq? 52 üstə gəl 52, 104 dərəcə. Demək ki, ümumi bütün AOB-miz 104 dərəcədir. Burada 52-dir, burada 52-dir. Birləşəndə bütöv AOB alınır. Demək, doğru cavabımız oldu 104 dərəcə. 10-cu sual da onun eynisidir. Artıq onu sizin öhdənizə buraxıram. Keçirəm 11-ci suala. Artıq 11-ci sual üstündə işarələyə bilərik. Biraz asan sualdır nisbətən. Baxaq, bizə deyir ki, ABD 63-dür. Gəlin tapaq. Baxın, ABD buradır. Bura 63-dür. Baxın, ABD. Gördünüz? Düz yazmışıq. 63-dür. Və bizə deyir ki, BD ABC-ni yarıya bölür. Baxaq. Nədir BD? BD buradır. Bəs haranı yarı bölüb? ABC-ni. Bunu biraz halətini bacılaşdıraq. Aha. BD nəyi bölüb? ABC-ni. Baxın buranı. Demək ki, əgər bura 63 dərəcədirsə, burada 63 dərəcədir. Çünki bu xətti bu yarıya bölüb. 63 üstə gəl 63. Elədir 126 dərəcə. Yəni bura ümumi 126-dır. Bu da açıq bucaqdır. Açıq bucaq olduğu üçün bu hissəni tapanda biz 180-dən çıxacaq 126-nı. Alınacaq 54 dərəcə. Demək ki, bu hissə də bizdə oldu 54. Məndən də elə SB-yin istəyir. Yəni, bu 54 istəyirdi. Doğru cavabımız olacaq elə 54 dərəcə. Düm bələm düz xət yadda saxlayın ki, açıq bucaqdır. Bu düz xət açıq bucaqdır. 12 onun eynisini saxlayıram sizin nöqtənizə. Keçirəm 13-ə. Bizə deyir ki, BD şüası 128 dərəcəli ABC-ni, BY də DBC-ni yarıya bölür. Demək ki, 2 dənə yarıya bölmə var burada. Biri budur. Baxın, bu bucağı bu götürüb yarıya bölüb. Buralar bərabərdir. Və bunları silək. Bu bucaqda buranı yarıya bölüb. Yəni, bura ilə də bura bərabərdir. Onda gəlin başlayaq. Ümumi bucağımız 128-dirsə, biz demədik, bura ilə bura bərabərdir. 128-i böləcəm 2-yə. Alınacaq 64. Demək ki, bura 64-dür. Axı, burada 64-dür. Və biz bayaq dedik, axı, burada yarıya bölünüb. Demək, təzədən 64-ü böləcəm 2-yə. Alınacaq 32. Yarıya bölündüyü üçün burada 32-dir, burada 32-dir. Onda belə çıxır ki, bizdən YBC-ni istəyir. YBC bizdə buradır. O da elə 32-dir. Cavab olacaq 32. 14 onun eynisidir. 15 isə onun tərsidir. Gəlin 15 eləyək.
15'e baxıram, deyir ki, YBS 30'dur. YBS bizdə buradır. Bura 30'dur. Biz tez düşünürük. Bura 30'dursa demək burada 30'dur. Çünki biz bayaq dedik ki, bunlar bərabərdir. Və biz bayaq demədikmi ki, bura ümumi neçə dərəcədirsə, bura da o dərəcədir. Bura 60 dərəcə olduğu üçün burada 60'dır. Toplam onda neçə olacaq? 60, 30, 30. 120 dərəcə. Demək bizim toplam ümumi bucağımız oldu 120 dərəcə. Doğru cavabımız oldu 120 dərəcə. Digər sualda yenə onun eynisidir. Onu ötürürük, keçirik 17'yə. 17-ci sualda SOB-ni 50 verib. Baxın, buranı 50 verib. Bizdən soruşur AOD-ni. Baxın, buranı soruşur. Yadda saxlayın ki, bax, belə 2 dənə xət kəsişəndə, əgər bura 50-dirsə, onun qarşıya baxdığı hissə də 50-dir. Bərabərdirlər bunlar bir-birinə. Bura 50-dirsə, bura da 50-dir. Yəni, bu xətlərin qarşı-qarşıya baxan hissələri, baxın, qarşı-qarşıya baxırlar. Bunlar bir-birlərinə bərabərdirlər. Cavab oldu 50 dərəcə. Bitti. Digər suala baxaq bəs. AOD-ni 48 verib. AOD, yəni baxın, buranı 48 verib. Haranı istəyir? DOB, buranı istəyir. Bura nədir bütövlükdə? Baxın, açıq bucaqdır. Əgər bura 48 dərəcədirsə, buranın neçə dərəcə olduğunu bilmək üçün 180-dən çıxıram 48. Cavab olur 132 dərəcə. Yəni, bu sualımızda da doğru cavabımız oldu 132 dərəcə. Keçək növbəti suala. Saat sualları. Saat sualları ilə bağlı bilməli olduğunuz nə var? Gəlin baxaq. Bir saat çəkəcəm sizin üçün. 19, 20, 21-i izah eləmək üçün. Bir saat çəkək. Bura 12, bura 6, bura 3, bura 9, 10, 11, 1, 2, 4, 5, 7, 8. Baxın, bilirsiniz ki, saatda 3 dənə əqrəb olur. Saat əqrəbi, dəqiqə əqrəbi və saniyə əqrəbi. Bir dənə saat əqrəbi. Bax, gəldi, bax, saat əqrəbi buradan başladı. Və bu fırlana başladı getməyə. Fırlandı. Neyinir? Təzən gəlib 12-nin üstündə dayanır. Bu buradan bura gələnə qədər, yəni 12-nin üstündən, təzədən gəlib 12-nin üstünə gələnə qədər neçə saat keçir? Yəni, buradan gəldi, fırlandı, bura gəldi. Neçə saat keçdi? 12 saat keçir. Yəni, bir dənə dövr eləyəndə bu, 12 saatı görür. Onda belə çıxır ki, biz bilirik ki, ümumi bura neçə dərəcə olacaq? Bir tam dövr elədiyimiz üçün bu tam bucaqdır. Tam dövr eləyirsən, axı belə getdin, tam dövr elədin, burada bitdin. Demək ki, bura 360 dərəcədir. Onda belə çıxır ki, 1 saat bərabərdir. 360 dərəcəni böləcəksən 12-yə. Niyə görə 12-yə böldün? Çünki ümumi 360 dərəcədir və biz dönəndə ümumi 12 saatı gördük. Ona görə bölürəm ki, 1 saatı tapım. 362-ni 12-yə bölürəm, eləyir 30 dərəcə. Demək, mən bir dəfə dönməyə sərf eləyəcəm 30 dərəcə. Gəlin, indi bir dəqiqəni tapaq. Bəs 12-nin üstündən başladı, belə getdi, həzdən gəldi 12-nin üstünə. Neçə dəqiqə keçir? 60 dəqiqə. Çünki siz bilirsiniz ki, bunların hamısının arası 5 dəqiqədir. 5. Çünki məsələn 3-ün üstündə olanda bilirsiniz ki, 15 dəqiqə işləyib. Hamısı 5 dəqiqədir. Ümumi ona görə 12-nin üstünə çatanda nə olur? 60 dəqiqə. Eyni şey saniyəyə də aiddir. O da olur 60 saniyə. Yəni 1 dəqiqə ilə 1 saniyə eynidir. 360-ı böləcəksiniz 6-ya, üzr istəyirəm 60-a, alınacaq 6 dərəcə. Yəni dəqiqə əqrəbi və saniyə əqrəbi bir dəfə fırlananda hər dəqiqə üçün, hər saniyə üçün 6 dərəcə fırlanır. İndi məsəl üçün mən belə bir bucaq qoyuram. Sən belə. Deyirəm ki, bu bucağı tap. Götürüb buranı tapırsınız. Yoxsa götürüb buranı tapırsınız. Bu hissəni tapırıq, düzdürmü? Buranı. Arxa hissəsini tapmırıq. Bunların əslinə qalsa adı var riyaziyyatda. Balaca olan hissəyə deyilir minor, böyük olan hissəyə deyilir major. Biz həmişə minor olan hissə ilə işləyirik. Yəni, bu balaca bucaqla işləyirik. Belə çıxır ki, biz balaca bucaqla işləyiriksə, yadda saxlayın ki, bizim aldığımız cavab həmişə 180-dən kiçik bərabər olmalıdır. Yəni, cavab 180-dən böyük
Olmaz. Əgər cavabı 180-dən böyük alsam nə edəcəm müəllimə? Əgər 180-dən böyük alsaq, əgər 180 dərəcədən böyük alsaq, böyük alınsa, 360-dan cavabı çıx. Nida. Məsələn, baxaq 19-cu suala. Bilirsiniz ki, 17:00 nə deməkdir? Saat 5 deməkdir. 17:00 bərabərdir saat 5. Biz dedik ki, 1 saat 30 dərəcədir. 5-i vurursan 30-a. 19-cu sualda doğru cavab 150-dir. Keçək 20-ci suala. 19:00 saat neçə deməkdir? Saat 7. 7-ni vururam 30-a. Alındı 210. Aha, 180-dən böyük bir dərəcə alındı. Götürə bilmirəm. 360-dan çıxıram 210-u, cavab eləyir 150 dərəcə. Demək, doğru cavabımız olacaq 150. Gördünüz, 210-u götürmədim. 360-dan çıxdım, o cavabı götürdüm. Baxaq 21-ə. Saat 2:00. Saat neçə deməkdir? Saat 2. Saat 2 deməkdirsə, 1 saatimizdə 30 dərəcədirsə, 2-ni vururuq 30-a, alınacaq 60 dərəcə. Demək, doğru cavabımız oldu 60. Və bununla da biz 19, 20, 21-in üçündə bitirmiş olduq. Keçək 22-yə. Bizə deyir ki, kör bucaq 170 dərəcədir. Bu bucağın təpəsindən çəkilən 2 dənə şüa onu 3 dənə yerə bölür. Biri 90-dır, qalanları da bir-birinə bərabərdir. Bərabərlərin qiymətini tap. Əgər 170-dən biri 90-dırsa, geriyə nə qədər qaldı? 80 dərəcə qaldı. 80 dərəcədə 2 dənə eyni bucağa bölünüb. Deyir, axı, bərabər bucaqlara bölünüblər. Demək, hərəsi olacaq 40 dərəcə. Bitti. Doğru cavabımız olur 40. Yəni, 170 idi. Bucaqlardan biri 90-dır. Bir dənə ədəd 90-dır. O biri 2 ədəd də eyni şeydir. Hardan bilək neçədir? 170-dən 90 çıxdım. Qalan o 2 ədədə qaldı 80. 80-də 2-yə böldüm, demək ki, hərəsi 40-40 imiş. Bitti. 23-ə baxaq. 23-cü sualımızda bucaq 1, 2, 3, 224 verir. Bucaq 3-ü soruşur. Biz bilirik ki, burada bucaq 1 ilə 2 birləşəndə açıq bucaq əmələ gəlib. Bura açıq bucaqdır. Demək, bucaq 1 ilə bucaq 2-nin cəmi 180 dərəcədir. Onda bucaq 3-ü tapmaq üçün 224-dən çıxmaq lazımdır 180-ə. Cavab eləyəcək 44 dərəcə. Yəni, bucaq 3 44 dərəcəyə bərabər imiş. Növbəti suala baxaq. 24. Bizə deyir ki, bucağın təpəsindən çıxan şüa onu böyüyünün ölçüsü 48 olan 2 dənə bucaq ayırır. Demək, 2 dənə bucaq var. Biri böyük bucaqdır, biri kiçik bucaqdır. Böyüyü 48-dir. Kiçiyi neçədir bilmirik. Bizdən elə onu soruşur. Deyir ki, həmin o böyük bucaq verilən bucağın 5də 3-üdür. Aha, indi ağla sual gəlir. Görəsən bu verilən bucaq nə imiş ki, onun 5də 3-ü alınıb böyük bucaq, yəni 48. Bu hissəsinə görə ədəddir. Yəni, verilən bucaq nədir bilmirsən. Həmin ədədin 5də 3 hissəsi 48 dərəcədir. 5də 3 hissəsi 48 olan ədədi axtarıram. 48-i bölürəm 3-ə, vururam 5-ə. Hissəsinə görə də tapılarkən surətə bölünür, məxrəcə vurulur. Alınır cavab 80 dərəcə. Demək, bizim bucağımız 80-dir. 80 dərəcədən biri 48 dərəcədirsə, digəri demək neçə dərəcədir? Digəri demək 32 dərəcədir. Doğru cavabımız olacaq 32. Bura baxaq. Bura 90-dır. Bura 20-dir. Bura nə qalacaq? Ümumi 180 eləməlidir. 90 üstə gəl 20 elədi 110. Demək, burada qaldı 70. Ki, toplayanda 180 eləsin. Axı, bütöv bura açıq bucaqdır. Ona görə. Burada da baxın, eyni şey. Bura 90, bura 30. 90 ilə 30-u toplayaq. 120. Demək ki, burada olmalıdır 60. Toplayanda 180 eləsin. Şimdi. Bununla da bucaq mövzusuna aid demək olar ki, bütün sualların izahları ilə tanış olduq. Ümid edirəm ki, hər bir sual sizə aydın olmuşdur. Növbəti video izahlarda inşallah ki, görüşənədək. Sağ olun, salamat qalın. Dərs çətin dərsdir.
Sadəcə diqqətli şəkildə baxmaq, diqqətli şəkildə yazmaq, dəfələrlə təkrarlamaq, tapşırıqları qayıdıb təkrar işləmək lazımdır. Yəni bir dəfə işləyin, bir dəfə öyrənin, videoya bir dəfə baxın, bəzən alınmaya da bilir. Hər şey ilk dəfədən alına bilməz axı. Bəzi şeylər də bir neçə cəhddən sonra alınır. Hər şey ilk dəfədən bacarmırıq bəzən. Bəzi şeyləri də ikinci dəfəyə bacarırıq, bəzilərini üçüncü dəfəyə. Bu normal bir şeydir. Sadəcə cəhd edin, inşallah ki alınacaq.